Hay işi idarəsi, vay işi idarəsi. Hay Malih müəllim, vay Malih müəllim. Hörmətli izləyicilər, gördüyünüz kimi biz Ağzəbəd rayon Səməd Qulu küçəsindəyik. Bu küçədə olmağımızın məqsədi budur ki, yenə də elektrik dirəkləri bərbad vəziyyətdədir. Yenə də Ağzəbəd rayon işi idarəsi gördüyünüz kimi bu vəziyyətdə işləyir. Dəyərli izləyicilər, inanırsam, şəxsən mən durmuşam burada hal-hazırda təhlükədə durmuşam. Gördüyünüz kimi naqillər hamısı üçün elektrik dirəkdir. Hörmətli Malih müəllim, nə qədər biz deyək? Burada vətəndaş yaşayır, burada insanlar yaşayır, burada körpə uşaqlar yaşayır. Bu oldu da İmişlidə bu hadisə. 2 dənə körpə balanın həyatına son qoyuldu, Allah rəhmət eləsin. Buna cavab verə bilmədi axı kimsə. İstəyirsiniz burada da olsun, bizim də balalarımızın başına gəlsin. Bax da bu. Bir nə zəhmət olmasa götürün. Görürsən bu elektrikçiləri nə günlər? Olmaz axı belə. Xahiş edib bu axı tədbir görürlər. Bir dənə bu da elə Ağzəbəd rayon elektrik dirəkləri hamısı bərbad vəziyyətdə sürür, qırılır, dağılır, bayraq qoyur. Şükür Allaha, Allah dövlətimizi qorusun, millətimizi qorusun. Cənab Prezidentimiz sağ eləsin. Sənin işığı idarə həyatında, ambarında nə qədər elektrik dirəkləri var. Gətir, bastırın da, nə olar, işləyin də, qardaş. Sizdən nə istəyir ki, kimsə? Ben de Elif Şoma Əliş olmuş. Ben hazır Laçın rayonu sakiniyəm. Hazır Ağzəbəd rayon Səməd Qulu küçəsində yaşayıram. Elektrik dirəyimizdən təhlükəlidir, mənim adı şəvələrim var, 4 nəvəm var. Sizdən xahiş edirəm, dövlətimizin orqanına xahiş edirəm ki, ülkə dağına maaş kömək eləsinlər, bu dirək şalmanı çölə çıxardır. Həqiqətən də bərbad vəziyyətdə da. Ya, onu sağlıq qadağına, bax, biraz bu şeylə başlayır. Sağlıqda bir dənə məhsul. Meyvə alır, qoyan alır, şey var. Deyil qadağına, bax, qadağına, bunu əyrəli get, qorma. Amma bir dənə sağlıq məhsul qadağına. Buranı da götürür. Ha, deməli siz iddia edirsiniz ki, bunu saxlayan həqiqətən də dediyiniz kimi də var. Buyurun, baxın, əzizlər, bunu deyir saxlayan bir dənə çürük şalbandı, 2 dənə bunu saxlayan. Çadaşım bir şığım yanmıyor, dirək başım əl-capıdan görülür. Gəllə, elə bir müfəq etmək, cali çıxıb gelir. Mən olanı deyirəm, qardaş. Hamısı da üstü açıqlanır. Hamısı da açıqlanır, əl vurmalar bir şeydir. Naqillərin üstü açıqdır deyirsiniz. Hamısı da. Müraciət eləmişəm ki, bax özüm şəxs sözüm müraciət elədim ki, öz pulla alan pulumu verim, buranın üstü örtünü çəkindirək ki, olmaz. Hətta sizin öz pulunuzla belə. Öz pulla da müraciət elədim ki, qardaş, bizim də düz danışanam. Bir danışanam öz pulla alım, üstü örtünü naqillə, bərpəylə dilək ki, yox, biz eləyəm mən. Niyə eləyə bilmirəm? Valla bilmədim. Kimə etmişsiniz müraciətləri? Ağzəbəd elektrik İşıq idarəsinin rəhbərinə. Xətirə şişir, buna baxmır, bax. Çox bərbatdır, hər bir yıxılır, amma sonra aşır. İçin yanı o şalmanın sağlamlığı yox. Çürükdür, sadəcə maçaqıya bir şeydir. Bir şey gəldir ki, yanıb qoyayır. Ağzılıq ki, burada nəyəsə qaza baş verəcək. Burada körpə uşaq var bu həyatda? Bəli, 4 dənə güləvəm var. Az yaşlı məktəbli güləvələrim var. Dəyərli izləyicilər, gördüyünüz kimi Səməd Qulu küçəsində elektrik dirəyinin içi yoxdur, çürümüş vəziyyətdədir. Bax, burada nə qədər uşaq yaşayır. Çürüyüb də yoxdur, nə oldu? İçi çürüyüb, yoxdur. Bax, burada nə qədər körpə uşaqlar gedir, gəlir. Bax, bu təhlükədə axı bu uşaqların həyatına. Bax, görün, çürüyübdür, yoxdur, nə oldu? Xahiş edirik, aidiyyəti qurumlardan bu haqda bir tədbir görün. Yoxdur, şalman həqiqətən də uçur. Tok gelir ha bundan. Tok gelir. 9 aileye tok gelir buradan. 9 aileye? Ha, bu elektrik nerede? Aha, bura kimi gelip o taraftan. Özde ev üstünden tok gelir. Milletin evinin üstünden tok çekilir. Bu şalmanı niye buradan çıkıyor? Bu çürüyüp kalıp burada batıp gelir. Da neyini yok? Ağacı kestirmirler. Ki bir düzgün ağaç koyak oraya. Ağaç diyende bu hansı ki bu ağaca bağlanır da bunlar. Ağaçta değil. Şalman değil. Şalman çürüyor, şalman da o yok o çürüyor. Elif yok değil mi şalman? Ağaç nasıl? Ağacı kesende geldi burada dünyanı köçürdüler. Bir top gelirdi. Dedi mümkün değil. Her bir ağaca 1000 manattan iştirak salacak. Böyle o kalan bu kalan. Hiç kimde yakındır. Siz yakın tutarsınız. Ama bu yok vəziyyətində deyim, şalmanı gətirib, bu dirəyi başqa yerdən də qoymaq olar da, xala. Bir dəmir dirəklər var indi. Bunda ağaç yoxdur, qardaş.
Balaca var. Ne dedim bu direk gətirib pay dibi çürüyüb yoxdur. Bu Bir illik ağaç bizim direk. çürüyüb bilsəm havadadır. Evet. Görsəm havadadır, yox vəziyyətdədir. Bura uşaq gəlir, əlim dəydi, hamısı üstə çıxmadı. 3 metr qabağa bastırmaq olar da onu. Məsələn, buradan çıxardım 3 Yox metr. vəziyyətindədir, bu yox vəziyyətindədir. Nə oldu? Bax, burada təhlükələr, burada evin üstündən gəlir, ağaçların arası ilə elektrik Hiç naqilləri. kime gelip ışık arasını da getireceğim ve hiç mi bakmaz. Dedi gelecek bakacak. O bu. Geç el kalıyor. Nə vaxt getmişdiniz işıqın arası? Tam mənim. Adından ne bir 3 yıl ilerdi. 3 yıl ilerdi. 3 il bundan qabaq müraciət eləmişsin. Evet. Nə deyirlər mən sizə? Büyük devlet sözü bilecek ağaç çıktı. İnşallah onu da bastıran. Abi ne aktaranlar ne elinde kaldı. Gideceğim abi kime gider Və yolda? burada körpə uşaqlar var, həyatı təhlükədədir. Git de bilmiyorum. Bakan olmasın. Ara gelirsen diğer ki yok. İnşallah baxar, Allah dövlətimizi qorusun. İnşallah aidiyyəti qurumlar baxar. Bu çəkilişdən sonra yəqin ki, bunun nəticəsini Allahın köməyi ilə aidiyyəti qurumlar. Həqiqətən də bərbad vəziyyətdədir, Çok təhlükədir. her bir aralıkta şalmana olmalıdır. Ev üstünden hiç vakti çok görmemişim. Sovyet'in aklında gelmiştik, bir şey görmemiştik. Geldik mecburiyetten. Kaç gün köşkü geldik, hiç günde bakan yok. Bakan yok. İnşallah baxarlar. Burada neçə nəfər işıq gedir? Bax qardaş, buradan 9 evə işıq gedir. 9 evə. Bax buradan birləşdi, qabaq tərəf çək, qabaq tərəfi. Bax dedi gedir, bax o toğladı, mənim toğladım. Oradan getdi, birləşdi, düşdü, ot da yandı, toğla da yandı, ən biri də yandı, heç kim gəlib köməyini eləmədi. Bunların hamısı bərbad vəziyyətdədir. Dəyişilməlidir hamısı. Hamısı təhlükədir. Evin içi ilə gedir, qapının içi ilə, məhlənin içi ilə. Əlini uzatsan çatar, bax o vəziyyətdədir. Bu haqda bir tədbir görən yoxdur. Dəfələrdən deyirik Malih müəllimə. İndi Malih müəllimə müraciət eləməyəcəm. Hörmətli izləyicilər, Ağdərə rayon xəstəxanasının qarşısında duran taksi şoferlərə müraciət edirəm. Xahiş edirəm, gəlin bu elektrik dirəklərin və elektrik naqillərini dəyişin. Bax gördüyünüz kimi üstü açıq xəttlərdir. Bax hardan gedir? Ağacın içindən, evin içindən bax. 70 ilin dirəkləri. Bax görürsünüz. Olmayacaq bu vəziyyətdə. Deyirlər ki, yox ey. Görürsünüz dəyərli izləyicilər. Baxın, bax qoz ağacıdır. Bax meyvədir. Düz, bax. 100% yəni təhlükə, 100%. Bax görürsünüz. Meyvə ağacının içindən gətirib bir dirək vurub çəkiblər. Olmayacaq bu. Bu olmaz. Kimə deyək? Ağdərə rayonunun dərdi bir ümidi bu elektrik problemləri Allah'a qaldı. Səmətulun küçəsi Ağdərənin mərkəzi küçələrindən biri. Gördüyünüz kimi bərbad vəziyyətdə olan naqillər, üstü açıq naqillər hörümçək torudur. Bilmirsən nədir, kimdir? Sanki hörümçək onu xatırladır. Bəli. Bu neçəncə dövrürdür. Həqiqətən Bərbad vəziyyətdədir. Təhlükədir. İnanırsan, təhlükədir. Buna bax, hamısının üstü açıqdır. Dəyərli izləyicilər. Bax, üstü açıq naqillərdir. Deyəndə də deyirlər ki, yox ey, belə deyil. Bax, görün də, o bəzilərinin o kör gözlərin üçün. Bir dənə baxın da, bax, Səmətulun küçəsi. Səkin zəhmət olması. Oy, oy. Hay işıq idarəsi, vay işıq idarəsi. Hay Malih müəllim, vay Malih müəllim. Bu nədir? Bax, bu nə görüntüdür Malih müəllim. Deyəndə deyirsiniz ki, yox. Bax, burada körpə uşaq yaşayır. Bax, evdir. Gördüyünüz kimi sayğazdır. Şalmana hasar saxlayır. Onun nəzərində çatdırım ki, buradan baxın, sayğacı belə deyək də, belə Bəli, zabor saxlayır. Bəli, yəni aşır. Böyle çəkin zəhmət olmasın, tam dəqiq yuxarı tərəfdən çəkin. Sən 1 metr yüksəklikdə də, yerdən 1 metr yüksəklikdə meyvə ağaclarının arası ilə. Baxın da bunu, yəni gəlin də bir çıxın, zəhmət olmasa o kabinetdən çıxın, gəlin baxın da, ay işıq idarəsi. Ay gözəl insanlar. Olmayacaq belə. Bizim balalarımızın həyatı təhlükədədir. Olmayacaq. Bu nə vəziyyətdir? Gördüyünüz kimi həqiqətən də vəziyyətdir, bərbad vəziyyətdədir. Bilinmir hara gedir, nəyə gedir. Qaz durbalarına dəyər. Gördüyünüz kimi naqillər qaz durbalarının üstü ilə gedir.
Allah dövlətimizi var eləsin.